ancaq Pezeşyanda nətərdir? Onun arxasında olan qüvvələr hamısı saf qüvvələr deyil. Yəni ki, İrana sadiq qüvvələr deyil, İranın içində olan. Və bunu gətirməklə elə gözlərlər ki, içəridən görəyələr nətər olur, necə olur, nətər olur. İndi bu keçən ilki hadisələrdə, 12 günlük müharibə, bugünkü hadisələrdə İranın yenə deyirəm, öz rəhbərçi qüvvələr, İslami qüvvələr, müqavimətçi qüvvələr özləri istədilər ki, İranda olan o gizli, qapalı qrupalar üzə çıxsın. Bundan qabaq da məsələn 12 günlük müharibədə İranın içindən şəxsən çox güclü köməklər oldu da, İsrail olsun, kimi onlar məsələn içərdən bepalalar qaldırılırdı, Məşhəddə oyunlar çıxarılmışdı və yaxud İranın Həmən məsələ Rusiyada məsələn eləyirdi, onu qərb eləyirdi, Rusiyada eləyirdi, bəli. Yox, Rusiya tamam başqadır da siz.